Bizim futbol rubrikasının bu dəvəki çəkilişini Baksel şirkətinin rəsmi tərəfdaşı olan Manchester United'in futbol məktəbindən etdik. Birazdan bu meydançada 32 uşaq məşqlərə başlayacaq. Ötən ilin sentyabrın 23-də Bayez stadionunda AFFA'nın baş katibi Elxan Məmmədov, Baksel şirkətinin baş icraçı direktoru Richard Shearer, İngiltərənin Manchester United klubunun marketinq direktoru Jonathan Rigby və bu klubun sabiq müdafiəçisi Mikael Silvestrin iştirakı ilə Bakıda Manchester United futbol məktəbinin rəsmi açılış mərasimi oldu. Həmin gün keçirilən seçimlərdə 201 uşaq iştirak etdi. Seçilən 29 uşaqdan ibarət 3 qrup, 11 və 9 yaşadək uşaqlar üzrə qruplar yaradıldı. Oktyabrın 6-sında isə bu məktəbdə İngilis məşqçisi Mick Bennett'in rəhbərliyi ilə məşqlərə və dərslərə start verildi. Hazırda məktəbdə 2004-2005 və 2006-2007 təvəllüdlülərdən ibarət qruplar fəaliyyət göstərsə də, bu ilin avqustunda 2007-2008-ci illərdən olan uşaqların da burada məşq etməsi nəzərdə tutulub. Uşaqlar həftədə 2 dəfə məşq edir. Ancaq məşqlərdən öncə bu uşaqlara Fəxrəndə Əliyevanın rəhbərliyi altında ingilis dili dərsləri tədris olunur. Həftədə bir dəfə başqa klubla yoxlama oyunu, 6 ayda bir dəfə imtahan, mövsüm boyu 2 dəfə bacarıqlar yarışı, hər modulun sonunda fiziki testlər, eləcə də sinif dərsləri keçirilir. Elə biz ora yollananda Mick Bennett, layihənin koordinatoru Ramin Həsənov və köməkçi məşqçi Samir Ələkbərovun iştirakı ilə sinif dərsləri keçirilirdi. Dərslər başa çatdıqdan sonra bəzi fəal uşaqların və onların valideynlərinin fikirlərini öyrəndik. Mən Bakı şəhəri Suraxalar rayonu Qarasır qəsəbəsində bu müsabiqəyə qatıldım və müəllimlər məni bəyənib seçdilər. Mən fəxr edirəm ki, Manchester United futbol məktəbinin oyunçusuyam. Hansı mövqedə çıxış edirsən? Sağ pozaşnik. Azərbaycanda həmin mövqedə bəyəndiyin futbolçular var? Xeyr. Səncə hansı cəhətinə görə səni bu məktəbə cəlb etdilər? Məni fint və dribling cəhətimə görə bu məktəbə daxil etdilər. Hansı mövqedə çıxış edirsən? Sağ yarım müdafiədə. Azərbaycanda həmin mövqedə çıxış edən futbolçuları bəyənirsən, yoxsa yox? Yox. Mənim 7 yaşım var. Mən 2-ci sinifdə oxuyuram. Mənim arzum budur ki, böyüyəndə ən güclü futbolçu olum. Hansı mövqedə çıxış edirsən? Yarım müdafiə. Mərkəz yoxsa cinah? Mərkəz. Daha çox hücuma meyilli oynamağı xoşlayırsan, yoxsa müdafiəyə meyilli? Hücuma. Burada sənə məşqçilər özləri dedilər ki, yəni mərkəz yarım müdafiəsi kimi oyunun daha yaxşı alınır, yoxsa əvvəldən yəni elə özün belə xoşlayırdın ki, yəni daha çox mərkəzdə oynayasan? Əvvəldə mən sağ yarım müdafiədə oynayırdım. Oğlunuz necə oldu, yəni bu məktəbə üzv qəbul oldu? Qarabağ klubunda oynayırdı. Orada gətirdilər burada seçimə və burada seçildi. Birinci turdan keçdi, ikinci turdan da keçdi, üçüncü, indi dördüncü, 6 aydan sonra bir də seçim olacaq. İstəyərdik ki, oradan da keçsin. Bu sizcə hansı keyfiyyətinə görə, yəni oğlunuz, yəni belə deyək də Manchester United məşqçisinin diqqətini cəlb edə bildirsin? Bilirəm ki, sürətli oyununa görə. Sürəti çoxdur, sürət. Əsas sürətinə görə. Bir də Mick müəllimin əsas fikri odur ki, uşaqlar əqlini işlətsin. Oğlunuzun yəni bu növbəti seçimlərə qatılmaq şanslarını necə görürsən? İnanıram ki, Mick müəllim seçəcək. Bax, indi o Manchester United məktəbində yəni iştirak eləyir. Həmçinin də Sumqayıt Futbol Akademiyasının üzvüdür. Yəni o oradakı işinə, yəni məşqlərinə mane olmur bu? Yox, onlar necə deyim, paralel gedir. Həm burada, həm orada məşq eləyirlər. Yəni oradan da qalmır. Burada da öz növbəsində öz təcrübəsini daha da artırır. Məşq prosesindən razısınızmı? Məşq prosesindən çox razıyam. Bizimki sentyabrdan bəri seçilib. Yəni ilk seçilənlərdən oldu. Çox razıyam. Yəni fərq böyükdür. Yəni adi məşqlərlə Sumqayıt Akademiyası olsun, istər qeyri klublarda olan məşqlərdən seçilir. Həm həvəs cəhətdən, həm əyləncə tərəfdən, həm də ki güclü məşq keçilir. Bu Sumqayıtdakı məşqləri də izləmisiniz, həmçinin bu məşqləri də izləyirsiniz. Konkret hansı fərq var? Yəni məsələn ingilis məşqçi ilə Azərbaycanlı məşqçinin keçdiyi məşqlərdə hansı fərqlər var? Sumqayıt məşqlərində elə bil ki, orada bunun yaşı balaca olduğuna görə hələ ki ilk necə deyim, birinci sinif səviyyəsində də belə götürək, amma burada artıq buna
bir böyük oyunçu kimi baxırlar. Onu da qeyd edək ki, Manchester United futbol məktəbində iştirak edən uşaqlar isti at geyimdən ibarət olan məşq forması, meyvə su, məşqlərdə və oyunlarda iştirak etmək üçün nəqliyyatla təchiz olunur. Buna dək sadaladığımız bizim bildiklərimiz idi. Bilmədiklərimizi isə məktəbin baş məşqçisi Mick Bennettdən öyrənməyə çalışdıq. Manchester United bizim partnyorlar Baxel və AFF ilə birlikdə bu proyekti həyata keçiririk. Bu 4 illik bir proyektdir. Biz bura gəlmişik ki, qarşıdan gələn bir neçə il ərzində Azərbaycan futbolunun inkişafına kömək edək. Biz gənclər və kiçik yaşlı uşaqlarla işləyirik. 9, 10, 11 yaşlı uşaqlarla. 4 ildən sonra bu uşaqların 15-16 yaşları olacaq. Ümid edirəm ki, onlar kifayət qədər tərəqqiyə nail olacaqlar ki, Azərbaycanda peşəkar futbolda, deyək ki, milli komandada oynaya bilsinlər. Biz bura ona görə gəlmişik ki, Azərbaycan futbolunun ən ilkin mərhələdə inkişafına yardım edək. Sıldırın, Bildiyimə görə uşaqların hamısı Bakı və Sumqayıtdandırlar. Nəyə görə regionlardan olan uşaqlar bu layihədə iştirak etmirlər? Bu daha çox logistika məsələləri ilə bağlıdır. Biz vurtut 6 aydır ki, buradayıq. Nəqliyyat və məsafə ilə bağlı problemlər var. Biz həmçinin öyrəndik ki, Bakının hər yerində klublar var. Regionlardan uşaqları gətirmək çətindir. Ola bilsin ki, gələcəkdə biz daha da inkişaf edək və daha geniş ərazidən uşaqlar cəlb edə bilək. Ancaq hal-hazırda məktəbimizdə cəmi 32 yer var. Onlar hamısı Bakı və Sumqayıtdandırlar. Çünki onları gətirib götürmək daha asandır. Burada işləyəcəyinizi biləndə nə fikirləşdiniz? Buna dək Azərbaycan haqqında nə eşitmişdiniz? I was in India previous in Bombay for 2 years. Mən bura gəlməzdən əvvəl Bombeydə, Hindistanda idim. Orada oxşar bir proyektdə 2 il işlədim. İngiltərəyə döndükdən sonra Manchester United mənə Bakıda bu işi təklif etdi. Düzünü desəm, o vaxta qədər Bakı haqqında heç nə eşitməmişdim. Azərbaycan haqqında eşitmişdim. Çünki burada Avroviziya mahnı müsabiqəsi keçirilmişdi. Ancaq düzünü desəm, Azərbaycan haqqında çox az məlumatım vardı. Azərbaycanı bir futbol ölkəsi kimi tanımırdım. Ölkənizə səfər etdikdən və proyektin detalları ilə tanış olduqdan sonra bu proyekt çox xoşuma gəldi. Azərbaycanlı futbolçuları nə vaxt Manchester United futbol klubunda görə bilərik? Well, obviously, when I took the position, everybody asked that question. İşə başlayandan bəri hər kəs bu sualı soruşur. Getdiyim ölkələrin hər birində Hindistanda insanlar eyni sualı soruşurdular. Mən belə cavab verərdim. Mən əlimdən gələni edirəm və Azərbaycanlı gənc futbolçularla gücüm çatdığı qədər işləyirəm. Əgər onlar Manchesterdə oynayacaq qədər yaxşı futbolçu kimi yetişsələr, çox gözəl. Ancaq mən proqnoz verə bilmərəm. Mən ancaq onlara kömək edə bilərəm ki, inkişaf etsinlər. Heç kim bu suala cavab verə bilməz. Kim bilir, bəlkə növbəti Rooney Azərbaycandan çıxacaq. I don't know, maybe somebody from Azerbaijan will become the next Wayne Rooney. Mick Bennett dəqiq proqnoz verməkdən çəkinsə də, ümid edək ki, yaxın 10 il ərzində Azərbaycanda da Rooney, Beckham kimi ulduz futbolçuları görmək bizə qismət olacaq.